Universitetdə bir günüm. İlk öncə səhər dərsə gedirəm və ilk dərsimiz mühazirə olduğu üçün bir sıra qeydiyyatlar aparıram. İkinci dərsimiz isə laboratoriya dərsi olduğu üçün reaktivlərlə analizlər aparırıq. Dərsim bitdikdən sonra isə boş vaxtım qaldığı üçün Tərbiyə parkına gedirik və dostlarımızla əyləncəli vaxt keçiririk, mahnılar oxuyuruq. Burada isə sizə bugünkü lookumu göstərirəm. Və daha sonra Tərbiyə Gənclər Təşkilatının ofisinə gedirəm və orada bir sıra işlərimi həll edirəm. Bununla yanaşı dostlarımızla birlikdə kontent fikirlərini müzakirə edirik və boş vaxtım qaldığı üçün isə kitabxanaya gedirəm və sərbəst işlərimi yazmağa başlayıram. Sonra isə voleybol yarışım olduğu üçün yarışa gedirəm və komandamız qalib gəlir. Bununla da günüm yekunlaşır.